Bugün sizə ev şəraitində yumuşaq bulkuların hazırlama qaydasını göstərəcəm. Bizə əvvəlcə nə lazımdır? 250 ml süd, amma mən südün yerinə pendir bişirdiyim sudan istifadə edəcəm. Bu suları pendiri düzəldəndən sonra soyuducuda saxlamışam və lazım olanda hissə-hissə ərdirəm. 250 ml pendir suyu. Üzərinə əlavə edirik quru maya. 4 qaşıq şəkər tozu. Bunları yaxşı qarışdırırıq. Və 10 dəqiqə isti yerdə saxlayırıq. Demək, bizim mayamız aktivləşdi. Üzərinə 1 paket vanil, 2 yumurta, qarışdırırıq. Və yarım kilo unu üzərinə əlavə edib xəmir yoğuracağıq. Gördüyünüz xəmiriniz suludur. Biraz un əlavə edə bilərsiniz. Xəmiri biraz yoğurduqdan sonra üzərinə biraz duz əlavə edirik və 30 qram kərə yağı, yumşaldılmış kərə yağı və xəmirimizi yenə yoğururuq. Yumuşaq xəmir olmalıdır. Təxminən belə bir yumuşaq xəmirimiz alındı, baxın. Üstünü örtürük, qoyuruq 1 saat dincəlsin və özünü toplasın. 1 saat keçdi. Xəmirimizə aşıb daşır. Xəmirdən 9 kündə hazırlayacağıq və o kündələrdə 20 dəqiqə dincəlməyə qoyacağıq. $20 dəqiqə dincəldirik. Dincəltdik. İndi bunları götürürük. Fırladırıq. Uzun. Və bunları sadə formada hörürük. Hördük bunları 3-3 və yenə qoyuruq dincəlməyə. Dincəlsinlər 20 dəqiqə, biz də dincələk, bunlar da dincəlsin. Yumurtanı südlə qarışdırdıq və bol-bol vururuq. Sonra 5 dəqiqədə bunları gözləyirik ki, bu öz canına çəksin bunu. 5 dəqiqədən sonra 180 dərəcədə 30-35 dəqiqə alt-üst sobada bişiririk. Demək, bulkularımız bişdi və zövqə görə üzərinə qatlaşdırılmış süd tökürük. Sonra onu yaxşı yedirdib soymağını gözləyəcəyik. Yəni siz istəyirsinizsə vurmayın, elə belə sadə formada yiyin. Mən ikisini elədim, digərini saxladım, çünki evdə hərənin bir zövqü var. Və bunu da biraz gözlədirik. Həm soyur, həm də bu qatlaşdırılmış südü öz canına çəkir. Mən səbirsizlik eləyirəm. Gözləmirəm bunun hopmağını. Nam. Bulku deyirəm, sizə baxın xəmirinə. Yəni bu mağazalarda satılan, şirniyyat evlərində satılan
bulkudan fərqi nədir ki? Belə bulku yoxdur, qabaq belə bulku yoxdur. Nə baxın xəminin. Əla. Əllərimə sağlıq.